Deyirəm, əvvəlcə istədim sizə müraciət eləyim. Hə, köhnələr. Sonra istədim müraciət eləyim ki, hə, köhnələr və təzələr. Sonra istədim deyim, hörmətli izləyicilər. Amma mövzunu nəzərə alaraq nədən bu dəqiqə söhbət gedəcək də. Mən sizə müraciət eləyirəm. Mən yəni içinizdə daxil olmaqla ya, yəni onu da bilin. Yəni heç kəs incimin. Ay mənim bədbəxt xalqım. Nə üçün bədbəxt? Mən bu dağı sizə izah eləyərəm. Dünən səhər saatları idi. Bir də görürəm bir dostum mənə zəng eləyir ki, halım pisdir, xəstəxanadayım. Durdum, mindim maşına, getdim həmən o xəstəxanaya. Hələ buradan da başlandı da, yəni də o biz örgəşdiyimiz o cındırlıq da, yəni də bu səhiyyə sistemində mövcud olan cındırlıq. Birinci başladı sığortadan, yəni onu da yəni ki qeyd eləmək istəyirəm ki, həmin o şəxs, yəni fərdi sığorta şirkətlərinin birində qeydiyyatdadır. Özdə belə adlı sanlı birinci sığortalardan biri olanlardan biridir. Neysə, gəlmişəm xəstəxanaya, görürəm ki, bu tir-tap uzanıb burada təcili yardım şöbəsində. Yanında da yoldaşı da bayırda oturub belə neynəsin yazıq arvad, başa düşdünüz. Belə çox sadə, belə fağır bir qadındır, başı bağlı bir qadındır. Dostum da uzanıb, demək olar ki, xuşu yoxdur. İndi nə baş verib? Bu səhər yuxudan durub, başı gicəllənib, yıxılıb, başı deyib, o evdə istilik sistemi kombi var, onun bax belə seksiyaları olmur, qızdırıcılar, başa düşdü, radiator tipli, bax ona. Başından qan da açılıb, yəni haradasa xırda açıq şəkildə yarası da olub da. Huşunu itirib də yox olub bu adam. Yox olub, sonra da özünə gəlib, görüb ki, bu vəziyyəti bunun pisdir, yəni ayaq su dura bilmir, beynində zingilti, qaytarıb, başa düşdünüz. Yəni ki, bunlar hamısı onun əlamətləridir ki, bunda beyin sirkələnməsi var, ən aşağısı. Həmçində indi risk var ki, özünüz bilirsiniz də, cavanlarımız hamımız elə nədən gedirik? İnsultdan, infarktdan. Bunu əvvəlcə aparıblar başqa xəstəxanaya, o sığorta ilə. Orada MRT olmadığı üçün bunu gətiriblər bura. Yəni həkim yazıb ki, mütləq MRT olmalıdır. Sığorta şirkəti də qərar qəbul edib ki, məhz həmən o klinikada bu MRT prosedurunu keçəcək. Mən gəldim, gördüm onu vəziyyətdə. Görürəm bu uzanıb da heç bir hərəkət də baş vermir. Birinci mən nə etdim? Getdim bunun baş həkiminin yanına. O baş həkimi ümumiyyətlə başqa bir mövzudur da. Üzr istəyirəm, baş həkimi yox. Yəni baş həkimin də yanında olmuşam. Yəni ona görə mən biraz indi qarışdırdım aləmi. Bunun həkiminin yanına. Yəni kim ki buna baxır bu həkim. Həkim də ki nevroloq, alqoloq. Əvvəl biz bilirdik nefropatoloq. Sonra bu nefropatoloqlar oldular nevrologist. İndi oldular nevroloqlar. Sonra da oldular alqoloqlar. Halbuki ama heç biri də bunların demək olar ki, yəni böyük əksəriyyəti kimləri mən görmüşəm. Bir dənə necə deyərlər, dərdə dərman deyirlər də. Başa düşdünüz. Bu da elə onlardan idi. Girirsən bunların kabinetinə. Kabinetinin divarında dal tərəfində zırrı o sertifikatları, yəni avan adamlar da girirlər onun kabinetinə, görürlər, adı bunun nə qədər sertifikatı var. Bu da əcdahadır ki, bu həkim. Daha demirlər ki, o sertifikatlar əhəmiyyətlidir, əhəmiyyətli ola bilər. O halda ki, əgər bu həkim özü bir əhəmiyyətli bir məxluqdursa, əgər bu həkim özü sıfırdırsa, bu həkimlər otururlar, axtarırlar dünyanın hansı yerlərində, harada var, belə neysə konferanslar var. Gedirlər o konferanslarda qoyun kimi otururlar, heç nə də başa düşmürlər. Çoxları heç nə ingilis dili bilir, nə bir şey. Otururlar, bir 300-400 manat pul verirlər, indi bilet pulu falan 5 milyon, onu da üstə gəl. O bir dənə kağız parçasını götürürlər, getistirib yapışdırırlar ora. Bizim də avan cəmaat gəlib baxır ona, deyir, Allah bunun gör ixtisası nə güclüdür, bu necə kompetent adamdır. Halbuki qoyunlardır da, yəni əksər hissəsi. Yəni bu bir faktdır. Elə döyürsə, deyin, elə döyür. Neysə, həkimə deyirəm ki, pes qardeş, bu özü kişi xeylağıdır. Onu da vurğulayayım ki, oturub belə naqlı bir dənə var, belə o seksual azlıqlar var, onlara məxsus olan bir dənə rəngli bir dənə belə bir köynəkdən giyib, heç bunun üstündən heç xələt də giyib. Yəni o qədər qudurmuşdu bu, başa düşdünüz? Deyirəm, bu qardeşin vəziyyəti deyəsən yaxşı deyir də, bunu biz necə hərəkət eləyəcəksiniz? Yəni, haçan bunun MRT-si olacaq? Mən sığortaya vermişəm, bilmirəm, gedin sığorta ilə danışın, sığortalıq da hamısı.
Dedim yaxşı. Durdum getdim həmən o sığortanın həmən xəstəxanada da yəni nümayəndəsi vardı. Oturublar, qızlar otururlar o sığortada. Onlar da görmüsüz də. Vallahi. Vallahi nə deyim onlara? Bir dənə olan sifətlərinə baxın da, Litsonia bizabrajını, intellektimi otururlar, nə sual verirsə, çı eləyirlər, olacaq, gedəcək, çı. Ancaq çıdır da, başa düşdünüz. Bunlar hamısı nitqusullu, hamısı yəni nə deyim siz bir robot kimi, qoyun kimi otururlar belə küt baxışlarla baxırlar adamın sifətinə. Yaxınlaşdım, deyirəm ki, pes filan kes. Bunun sığortadan yəni gözləyirik ki, MRT-yə icazə olsun, almışsınız. Biz göndərmişik, gözləyirik onlardan təsdiq. Dedim, yaxşı. Zəng edirəm sığortaya. Deyirəm, salam aleyküm, salam. Təsdiq eləyin də adamın vəziyyəti orada pisdir, MRT gözləyirik. Biz deyir, bir dəqiqə bundan qabaq deyir, onu aldıq və təsdiqi də yəni verdik o dəqiqədə. Bizdə hər şey qeyd olunub. Bunu mənə sığorta deyir. Yaxınlaşıram təzədən onun nümayəndəsinə oradakıda. Deyirəm, orada deyirlər ki, axı həll olub məsələ. Bir dəqiqə bundan qabaq göndərmişsiniz siz. Amma mənə burada deyirsiniz ki, artıq biz burada bir saatdan çox buradayıq da, yəni ki, çoxdan göndərmişsiniz. Mən kimə inanım indi? Baxır belə sifətmə. Yox, elə deyir, biz göndərmişik. Yalan deyir, görürəm. Bu vecinə deyir, biganədir. Həm tupoydu, həm də biganədir. Başa düşdünüz? Neysə, sonra məlum olur ki, sən demə, həmçində bu adamın analizləri olub. Qan analizi, nümunə analizi, hansın ki, həmən ondan qabaqdakı klinikada götürüblər ondan. Vəziyyəti pis olduğu üçün o həmən analizləri də, o təcili yardım ki, bunu evdən aparıb. Həmən təcili yardım gətirib bu, yəni pasiyentimizi bu klinikaya o analizləri də gətirib verib bulan laboratoriyasında. Yəni onlar artıq çatdırmayıblar, bilməm nə məsələdir. Yəni bu çıxartsın onun analizlərində. Görürsünüz, bir dənə də mən sizə söz deyim. O ki, mən pasiyent dedim. Pasiyent, xəstə yox, pasiyent. Halbuki bizdə hər yerdə, bütün balnitsalarda adamların adını xəstə qoyurlar. Çünki bəlkə də düz qoyurlar öz aləmlərində. Çünki ora sağlam girəndə oradan xəstə çıxır. Yəni bizim bu bərbad olan səhiyyə sistemimizdə, bizim bu qoyun, pulgir, necə deyim, bir şərəfsiz əksər hissəsini təşkil edənlərdən söhbət gedir. Sözsüz ki, yəni ki, şik bir həkimlər də var, oğullar var onların arasında ki, onların bəziləri ilə mən dostluq eləyirəm. Amma onların elə bəziləri də çoxsu bu kişi adamlar üst tutub bu ölkədən gediblər başqa ölkələrdə həkimlik eləyirlər. Çünki vicdanları götürməyib burada o baş verən səviyyəsizlikləri, haqsızlıqları. Başa düşürsünüz? Neysə, qırğınla dava ilə MRT icazəsini aldıq. İndi də bu adamı aparmalıyam MRT-yə. Adam da yeriyə bilmir ha. Balnitsada bunu yəni o xüsusi belə gezdirən var. Nə deyirlər ona? Bildiniz də o kalyaska. Yəni ki, əlillər üçün olan kalyaska deyirlər də ona da. Bilmirəm Azərbaycanca nə deyirlər ona. Baxın indi görün ki, o boyda xəstəxanaya cəmi ondan 2-3 dənə var. Yeriyə bilməyənlərin də sayı itvə tök. İndi bir dənə o kalyaska üçün qırğın gedir. İndi amma bir dənə onu da qeyd eləmək istəyirəm ki, ilk dəfədir mən neylə rastlaşdım? Mən gördüm ki, balnitsanın, yəni həmən xəstəxananın, o tibb müəssisəsinin rəhbərliyi doğrudan da ürəkdən istəyir ki, vəziyyət nəsə yaxşı olsun. Yəni çox saylı adamlarını qoyublar, çox saylı nəzarətçiləri var, başa düşürsünüz? Bunlar hamı çalışır vəziyyəti düzəltsin. Amma bu ortada olan o 3-4 dənə o 5 köpüklük kutablar, biri o həmən o həkim, nevrologist, alqoloq, cındırın biridir, şəxsiyyətsizin biri. Onun kimilər o, bağışlayın mənə, o seksual azlıqlara oxşayan bu boyda açqı ilə gözündə o rəngarəng köynəyə, onlar hər şeyi zibilləyirlər. Yəni insan faktoru. Halbuki amma bax o həmən xəstəxananın mən sizə deyim girişində bir-iki dənə qız dayanıb, neysə yaxınlaşırsan, xahiş eləyirsən, çalışırlar kömək eləsin. Neysə götürdüm bu dostumu, sürdüm bunun ərəbəsini, ərəbə, yadıma düşdü ərəbə, kalyaska yox ərəbə. Sürdüm onu birbaşa o MRT otağına, radiologiya şöbəsinə. İndi yaxınlaşmışam ora, deyirəm, bu icazə, biz MRT keçməliyik. Deyirlər, yox, bu növbədir, növbə ən tezi 2-nin yarısı. Nə 2-nin yarısı? Səhər saat 10-dur ya, 11-ə işləyib. 2-nin yarısı ki, bunun halı var. Bu da gedib özündən kalyaskada, ərəbədə. Yox da növbədir. Dedim, ay xanım, siz düz eləmirsiniz. Yəni, təcili yardım vasitəsilə gələn pasiyent növbədən kənar keçməlidir o prosedurları. Başa düşürsünüz məni? Yox, biz neyini? Dedim, yaxşı. Getdim baş həkimin otağına.
baş həkimin otağının yanında o qədər adam var idi ki, mən sizə deyim, onun yanına girə bilmədim, amma muavin idi deyəsən. O çıxdı qabağıma. Çox belə bir necə söyləyim, belə bir solidni bir qadın idi, belə mədəni. Qulaq asdı mənim dərdimə, düşdü qabağa, getdi qabağa, başa saldı məsələni həmən o cıc eləyən bir dənə qoyuna, orada oturan o vətəndaşa, bilmirəm o işləyən işçiyə ki, bu belə olmalıdır. O da güya buna çatdı neysə. Neysə biz artıq keçdik MRT prosesini. İndi MRT prosesini keçəndən sonra MRT təmiz çıxdı şükür Allaha. Amma bunun bu qanını zadını bunlar aka sən demə, qan daxil olub bunların laboratoriyasına. Bu amma yenə də deyəsən sığortanın zibilidir. Sığorta göstəriş verməyib ki, onun qanını, yəni başlayın götürün abarota, başlayın yoxlamayı. Sadəcə qoyublar qalıb burada. İndi bunun qanını vermək lazımdır analizə. Başa düşdünüz, nəticə götürmək. Qan oradadır ya artıq səhər saat 9-dan. Neysə mən götürdüm. Götürdüm neynədim? Təzədən yenə sığortaya zəng, ora zəng, bura zəng. Bunlar bunun qanını da verdilər. Yəni analizə bunun nəticəsini artıq biz oturub 5-ə kimi gözləməliyik. İndi əlimizdə olanla biz getdik təzədən o həkimin yanına. O, həmən o dediyim o Maygülünün yanına. O rəngarəng köynək giydi həkimin yanına. Girdik yanına. Deyirəm ha qardaş, pes bu MRT sən deyirsən heç nə yoxdur. Həkim də onu deyim ki, oturub o MRT nəticəsində artıq bu boyda bir dənə siyahı dərman yazırdı o dərmanlar. Siz bilirsiniz də o bəzi həkimlər bu şirkətlərlə işləyirlər axı o dərman şirkətləri ilə. Haçan gəlsən qapısında dayanıblar, əllərində çamadanlarla, o posterlarla. Yəni görünür elə bu da həmin həkimlərdəndir, kommersiya həkimlərdəndir. Yəni vicdansız həkimlərdən. Biz bu boyda siyahı dərman yazır ona. Götürün aparın, hər şey yaxşıdır. Deyirəm, ay yaxşı, hər şey yaxşıdırsa, bu boyda siyahı dərman nöş yazırsan ona? Əgər hər şey yaxşıdır. Odur ki, qaldı hər şey yaxşı olmağına, bu yetim axı yerindən dura bilmir. Qalxır ayağı gənə onun özündən gedir. Huşu gedir, başında zingilti var. Bəlkə bunu neysə bir də müayinə eləyəsiz. Bəlkə bunu artıq bir gün saxlayasınız burada. Yox, mən bir göstərici görmürəm. Neysə bir ezmo ilə belə çatlaşdıq, atışdıq sözlə. Mən də artıq biraz çıxmışdım özümdən. Bu durdu, elə bil ki, gör nə deyir mənim pasiyentimə. Deyir ki, bəlkə deyir yalan deyir. Əskəriyyə zədə gedmirsən, gic-gic suallar verir. Başa düşürsünüz? Mənim də sualım buna budur ki, sən bunun sağlamdırsa nə üçün buna bu boyda dərman yazırsan da? Yəni burada məntiq hardadır? Neysə bu çıxdı getdi. Çıxdı getdi, bir də görün mənə zəng eləyirlər. Bizim şirkətdən hardan ki bu. Neysə bu, vəbşimdə uyan bu yan. Bildiniz də, bu sığorta mı, orta falan 5-2 aləm qarışıb bir-birinə. Yəni, sən mənim canım, işiniz olmasın orada, ses-küy salmayın. Bunlar polis çağırmaq istəyirlər ki, bizim işimizə müdaxilə edirlər, neynirlər. Bu həkimi dəyişdilər, verdilər başqa bir dənə həkim bizə. Bir solidni, qəşəng bir qadın yaxınlaşdı. Belə hər tərəfli, başa düşən, təmkinli, görünür ki, təhsilli, tam başqa bir dənə söhbət, başqa bir həkim. O girdi ya, o qəqə, yəni ki, xod verdi məsələyə, bu başladılar analizlərin nəticəsini göndərdi bizim pasiyentimizi təzədən ekoya. Yəni bütün işlər demək olar ki, yoluna qoyuldu da. Yəni bir dənə həkimin elə bil ki, bu işə müdaxilə olmağı ilə, başa düşürsünüz. Onu da sizə deyim ki, o birisi o cındır həkim var idi, o yekəbaş. O, hətta o başda, o mənim elə bil ki, kim mənimlə gəlməmişdi, onlardan biri eşitdilər. Tək deyil idi, yəni dostlaşdıq artıq yığıldı. O gedib o tərəfdə orada resepsiyonda qışqırırdı ki, mən 10 manata görə özümü öldürməliyəm. Buradan deyirəm, indi üst tuturam, bax o cındıra. Ay cındır. Sən hələ o bizim verdiyimiz 10 manatların hesabını dolanırsan da. Yəni bunun sözü ondadır ki, mən deyir o 10 manata, yəni ki buna indi 40 manatdırsa bunun baxışı, əgər sığorta ödəyirsə, buna oradan 10 manat pul çatır. Onu demək istəyir də. Biz, ay şərəfsiz, sən hansı pullarla gedirsən o konferensiyalarda, gedirsən, yeyirsən, içirsən, dayanırsan, qoyun kimi baxırsan orada ingilis dilində danışırlar. Sonra da o sertifikatı gətirib yapışdırırsan, qoyursan yuxarıya. Harada hələ həmin 10 manatlarla yox. Bəlkə o birisi 10 manatlarla harada ki, bəlkə başqa klinikada da işləyirsən, sənə cibvə basırlar, hə? Ay şərəfsiz. Neysə, uzun sözün qısası. O həkim getdi, o birisi həkim məsələlərin hamısını həll elədi. Artıq saat nesə 2 idi, 3-ün yarısı idi. Yəni pasiyentin, dostumuzun da vəziyyəti biraz yaxşılaşdı, düzəldi.
Ondan sonra götürdük, apardıq onu evə. Sonra analizdən də nəticəsi gəldi, yəni ümumi zəiflik var. Yenə də yəni onsuz da tam dibə gedib çıxa bilmədilər bunlar ki, bu neyin nəticəsində baş verdi bu söhbət. Amma şükür Allaha yaxşı qurtardıq da. İndi müəyyən müayinələr, zatlar hamısı davam edəcək də. Neysə, mən bu klinikanın adını çəkə bilmirəm indi. Çünki bunun adını mən çəksəm, burada problem çıxacaq həmən birinci o sığorta şöbəsi ilə, sığorta ilə. O da ki, biraz düz gəlmir də bəzi səbəblərə görə. Yəni ümumiyyətlə bir dənə ipucu sizə verə bilərəm ki, həmən o klinika yerləşir Binəqədi rayon ərazisində. Amma sizə bir dənə söz deyim, yenə deyirəm, o klinikaya mənim o qədər də pretenziyam yoxdur. Çünki mən ilk dəfə gördüm ki, doğrudan da rəhbərlik çalışır neysə eləsin bu istiqamətdə, yəni cəhd göstərir. Həmişəki kimi insan faktoru. Yəni ki, işçilərin laqeyd öz işinə yanaşması, yəni şərəfsizliyi, mənəviyyətsizliyi, mədəniyyətsizliyi və yəni peşə baxımından da yəni peşəkar olmadıqları. Yəni bunun nəticəsində biz çox böyük əziyyətlər çəkirik. Belə təəssüf ki, mən bunu şamil etmək olar hələ bizim demək olar ki, bildiniz haralara, hardakı yuxarıda oturublar bütün bu söhbətdə, bu Səhiyyə Nazirliyidir, nə bilim, təbibdir. Nəyə görə şamil eləmək olar? Çünki bu həmən bu kommersiya sektorunda da olan tibbi müəssisələrə, yəni idarəçiliyi birbaşa onlara həvalə olunur. Əgər bu cürünə, yəni tibbi müəssisələrdə, nə bilim, sığorta şirkətlərində əgər vəziyyət budursa, onda elə çıxır ki, o lap yuxarıda oturanlar həmən o təşkilatlarda və ya sadalıqlarında o qədər də öz öhdəliklərindən, vəzifə borcları, öhdəliklərindən gələ bilmirlər, öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Allah hamımızın canını sağ eləsin. Bir də buradan vurğulamaq istəyirəm ki, həkimlərin də arasında çox sayılı, yəni belə canlara dəyən oğlanlar da var, canlara dəyən bacılar da var. Gec də olsa buradan mən üst tuturam sizə, yəni bugün 18-ci ayın, həkimlər günü deyəsən dünən idi. Ola bilər indi mən nəsə rəqəmləri çaşdırım, neysə də belə şeyə fikir verməyim. Əsas bu mənim müraciətimin mənası tamam başqa bir şeydir. Hamımızı təbrik edirəm. İnşallah ümidvaram ki, vaxt gələr biz də yəni bu istiqamətdə böyük bir nailiyyətlərə çata bilərik digər ölkələr kimi. Qəlbdən qəlbə bu qədər.